11 il əvvəl oğurluğa getdiyi evdə adam öldürməkdə təqsirləndirilən Hüseyn Cəfərovun məhkəməsi başlayıb. Baş Ərzanətlər Məhkəməsinin hakimi Firdevsə Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İstintaqla müəyyən edilib ki, Hüseyn Cəfərov dostu Ozal Orduxanlı ilə birlikdə Əhməd Əhmədovun evindən maddi ehtiyacları ödəmək üçün telefon qurğuları oğurlayıb sataraq maddi qazanc əldə edəcəkləri barədə razılaşıblar. Onlar birlikdə 19 noyabr 2014-cü il tarixdə saat 19 radələrində Əhməd Əhmədovun yaşadığı ünvanın qarşısına gəlib, tikilməkdə olan hasarın üzərinə çəkilmiş çadırı kənara çəkərək həyətə baxış keçiriblər. Onlar evdə heç kimin olmadığına əmin olduqdan sonra planlaşdırdıqları oğurluğu etmək üçün qaraja daxil olub, içərisində axtarış aparıblar. Lakin onlar heç bir telefon qurğusu və elektronik əşya olmadığını müəyyən etdikdən sonra ərazidən uzaqlaşmaq istəyiblər. Bu vaxt səs eşidilib və onlar ifşa olunmamaq üçün qaçmağa başlayıblar. Qonşuluqda yaşayan Namiq Hənifəyev hadisə yerindən qaçan Ozal Orduxanlının arxasınca qaçıb. Daha sonra Hüseyn Cəfərov Namiq Hənifəyevlə rastlaşır və onun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib. Namiq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Təqsirləndirilən şəxs Hüseyn Cəfərov ona qarşı irəli sürülmüş ittihamla özünün təqsiri bilməyib. O ifadəsində hadisə günü tək olmadığını deyib. 2014-cü il noyabr ayı idi. Həmin vaxt çay evi işlədirdim. Sinif yoldaşım Ozal dedi ki, qohumu Dubaydan yaxşı bahalı telefonlar, elektronik əşyalar gətirib. Malları da həyətlərindəki qarajda saxlayırlar. Gedib onlara oğurlayıb sataq, belimizdəki borc xərcimizi bağlayaq. Danışdıq ki, üçümüz, mən, Ozal və məhəlli uşağımız Elnurla birlikdə telefonları və elektronik avadanlıqları qarajdan oğurlayaq. Gecənin düşməsini gözləyib həmin evə getdik. Üstümüzdə özümüzlə heç bir kəsici alət götürməmişdik. Həyət çox qaranlıq idi, göz gözü görmürdü. Alışqanlarımızın işığının köməyi ilə Ozal və mən içəri keçdik. Elnura da tapşırdıq ki, çöldə gözləsin, gələn olsa 2 dəfə fit çalıb bizi xəbərdar eləsin. Elnur həyətdəki kolluqda gizləndi. Biz içəridə 3-4 dəqiqə qaldıq. Nə qədər axtardıqsa heç nə tapa bilmədik. Çölə çıxanda qarajın böyründən üzünü görə bilmədiyimiz bir qadının "Kimsiniz, burada nə gəzirsiniz?" deyib qışqırığını eşidən Ozal dərhal qaçmağa başladı. Mən bir qədər onun uzaqlaşmağını gözləyib ardınca qaçanda "Kimsə aha, biri də buradadır" deyib çağırdı. Həyətdən çıxıb qaçanda gördüm Elnur bir adamla dalaşır. Görünür ki, aradan çıxmağa çalışanda üzə gəlib o adama yaxalanmışdı. Mən tez qaçıb taksiyə oturdum və məhəlləyə gəldim. Mən heç kimi öldürməmişəm. Ölüm işindən xeyli sonra xəbər tutdum. Prosesdə zərər çəkmiş şəxsin hüquqi varisinin vəkili Cənnət Kazımlı məhkəmədə ərizə ilə çıxış edib. Vəkilin sözlərinə görə cinayət işinin əsaslı şəkildə uzadılması, süründürülməsinə yol verilməsi artıq təkcə hüquqi məsələ deyil, həm də bir ailənin taleyinə vurulan dərin yaradır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bildiyi halda bu gün məsuliyyətdən yayınmaq üçün təqsirini inkar edir. Bu açıq şəkildə həqiqətdən yayınmaq və ədalətdən qaçmaq cəhdidir. İş üzrə mövcud olan bütün sübutlar və dəlillər bu cinayət əməlinin məhz təqsirləndirilən şəxs Cəfərov Hüseyn Gülağaoğlu tərəfindən törəldildiyini birmənalı şəkildə təsdiq edir. Daha sonra iş üzrə şahid dindirilib. Məhkəmənin növbəti icrası aprelin 28-nə təyin edilib. Qeyd edək ki, Hüseyn Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.